Salam, bugünkü izahımız olacaq 9-cu sinif ümumi tarixdən 9-cu paragraf, yəni Versal-Vaşinqton sistemi. Bu mövzu ən maraqlı, həm də rahat mövzulardan biridir. Gördüğünüz kimi müharibə bitdi. Birinci Dünya müharibəsi bitdi. Birinci Dünya müharibəsindən sonra qalib dövlətlər həm Almaniya ilə, həm də müttəfiqlərlə sülh müqaviləsinin hazırlamaq üçün 1919-cu ilin yanvarında Parisdə sülh konferansına başladılar. Məğlub dövlətlər, bir də Sovet Rusiyası bura dəvət olunmamışdı. Çünki Sovet Rusiyası müharibənin gedişində yarımçıq tərk eləmişdi, separasiya bağlamışdı. 1918-ci ilin 3 martında Brest-Litovsk müqaviləsini bağlayıb müharibədən yarımçıq çıxmışdı. Və bu müqavilələrdə ABŞ prezidenti Woodrow Wilsonun 14 maddə prinsipi əsasında hazırlanmalı idi. Deməli, Wilson təklifi ilə gələcək müharibələrin qarşısını almaq üçün beynəlxalq təşkilat yaradılır, yəni millətlər cəmiyyəti yaradılır. Bunun müqabilində də Woodrow Wilson ərazi tənzimləmələrində İngiltərəyə, Fransaya müəyyən güzəştlik etməli oldu. Amma ABŞ Senatı bu müqaviləni təsdiq etmədi. Bu da millətlər cəmiyyətini zəiflədən əsas amillərdən biri oldu. Deməli, Versal müqaviləsi 1919-cu ilin iyunun 18-də Almaniya ilə imzalandı. 1919-cu iyunun 18-də. Deməli, Almaniya ilə bağladı. Almaniya müharibənin başlanmasında günahkarı elan edilir. Həm də Almaniya müharibə nəticəsində deməli, müttəfiq dövlətlərin hansı ki, orada itkiləri var idi, məruz qaldığı bütün zərərlərin əvəzində təzminat ödəməli idi. Sonra Almaniya ordusu 100.000 nəfərə qədər azaldılmalı idi. Sonra donanması da ixtisar edilməli idi və hərbi qüvvələrini də ləğv etməli idi. Fransaya da qarşı hər hansı bir yəni gələcəkdə hərbi fəaliyyəti olmasın deyə Reyn çayına hər iki tərəfindən Alman torpaqları silahsızlaşdırmalı idi. Və Elzas və Lotaringiyanı da qaytarır Fransaya. Onu nə zaman almışdı? 1870-ci ildə almışdı. İndi həmin o Elzas və Lotaringiyanı Fransaya qaytarır. Və Şərqi Almaniyanın da bir hissəsini yeni yaradılan Polşa dövlətinə verilir. Bu əslində qalsa bu sülh diktə edilmiş sülhdür, yəni hazırlanıb, amma sadəcə diktə edilir, yəni seçimi şansı yoxdur. Düz Almaniya bunu istəmir, amma yeni müharibəyə hazır deyildi. Yəni yeni müharibə riski var idi deyə ona görə də məcbur razılaşmış oldu Almaniya bu sülhə. Sonra yəni digər müttəfiq dövlətlərlə də, Almaniyanın müttəfiq olan dövlətlərlə də belə bir sülhlər bağlandı. İndi 11-ci sinif materialını daha geniş danışacağıq ondan, o həmin o sülhlərdən. Və Avropanın yeni xəritəsi, deməli bu sülh müqaviləsinin hissəsində Avropanın xəritəsi dəyişdi artıq. Almaniya, Avstriya, Macaristan və Rusiya imperiyaları dağıldı. Almaniya, Avstriya, Macaristan və Rusiya dağıldı və Fransa, həmisi ki, bu Şərqi Avropa dövlətlərini gücləndirmək istəyirdi. Çünki həmin dövlətlər onun Almaniya və elə Sovet Rusiyasına qarşı maneə rolunu oynamalıydı. Ona görə də onları gücləndirmək istəyirdi. Və müharibə zamanı İngiltərə və Fransa ərəblərə də söz vermişdilər ki, müstəqillik vəd etmişdilər ki, Osmanlıya qarşı vuruşmalıydılar onlar. Amma müharibə bitdikdən sonra onları deməli mandat sistemi, həmin əraziləri İngiltərə ilə Fransa mandat adı altında bölüşdürdülər. Qəyyumluqda bilinib bölüşdürdülər. Eyni zamanda Almaniyanın Afrikada mülkləri var idi. Sonra Sakit Okeanda müstəmləkələri var idi. Onlar da elə Osmanlının yenə qeyd edirəm, yaxın şərqdəki olan torpaqlarda mandat sistemi adı altında bölüşdürülür. Və Versal müqaviləsi davamlı sülhün qurulmasını təmin etmir. Səbəblərdən biri isə ABŞ-nin burada, daha doğrusu ABŞ Senatının bu müqaviləni təsdiq etməməsi idi. Ümumiyyətlə səbəbləri çoxdur. Yəni Versal sisteminin özünü doğrultmamasının səbəbləri çoxdur. Məsələn, mandat sistemi adı altında Asiyada, Afrikada olan Avropa müstəmləkələri, yəni yenə də müstəmləkəçilik yarandı, müstəmləkəçilik davam etdi. Bu da milli azadlıq hərəkatının, yeni milli azadlıq hərəkatının müharibəsinin, yeni milli azadlıq müharibəsinin genişlənməsinə səbəb oldu. Deməli, hətta Antantanın bəzi müttəfiq dövlətləri də bu müqavilələrdən narazı qaldılar. Məsələn, Yaponiya idi, İtaliya idi. Onlar narazı qaldılar. Orada revanşizm də yarandı elə, qisasçılıq. İtalyan axı müharibənin gedişində çəkmişdilər. 1915-ci ilin yazında İtaliyaya ərazilər vəd edərək çəkmişdilər. Eyni zamanda Yaponiyada narazı qalmış. Ümumiyyətlə bu sülh qum üzərində qurulmuş sülh kimi deyilmişdi.
bu da boşuna belə deyilmir də, yəni möhkəm bir sülh deyildi. Həm də biz əvvəlki dərsliklərdə oxuyurduk, yəni köhnə oxuyanlar vardısa xatırlayar. Ümumiyyətlə onu heç hazırlayanların özlərinin də çoxsunun tam ürəyincə olmurdu. Məsələn, Fransa təzminat məsələsində, indi təzminat məsələsindən danışacağam, heç razılığa gəlmirdim. Və bu da ki, mən həmişə də bunu deyirəm ki, İkinci Dünya Müharibəsinin birinci səbəbi elə bu Versal Vaşinqtondur. Versal Vaşinqton bəlkə də bu cür olmasaydı, İkinci Dünya Müharibəsində nə bilim, bəlkə də olmazdı, bəlkə də yubanardı, təxirə salınardı. Baxın, təxirə salınardı sözü, yəni tamam başqa bir şeydir. Təxirə salına bilərdi müəyyən müddətli. Amma Versal Vaşinqton sistemi sırf onu elə bir yetişdirdi. Həmin bu İkinci Dünya Müharibəsini yetişdirdi, hazırladı. Çünki məğlubu nə qədər vurarlar, nə qədər ona yəni ağır şərtlər qəbul elətdirərlər məğluba. O da istər-istəməz bir gün ayağa qalxıb müharibəyə başlayacaq da, yəni bunu gətirib buna çıxaracaq. Ona görə də buna qum üzərində qurulmuş sülh də deyirlər və gələcəkdə yeni müharibəyə səbəb olur. İndi Vaşinqton konfransından da danışaq biraz. Uzaq Şərqdə, Sakit Okean bölgəsində münasibətləri tənzimləmək üçün 1921-22-ci illərdə Vaşinqton konfransı keçirilir. Konfransda Sakit Okean bölgəsində olan mülklərin hansı ki tanınmasına nail olur. Yəni ABŞ burada ABŞ-dir, İngiltərədir, Fransadır və Yaponiya arasında. Bunlar Sakit Okean bölgəsində mülklərin tanıtdırır, yəni bölüşdürürlər və burada həmçinin də digər müqavilə Çinin ərazi bütövlüyünün, sonra müstəqilliyinin tanınması məsələsi idi. Həm bu müqavilə, elə həm də ki bu dəniz silahlarının məhdudlaşdırılması məsələsi bayaq dediyim kimi Yaponiyanı da narazı salmışlar. Bayaq dedim ki, Yaponiyanı İtaliya narazı idi. Qaliblər arasında amma narazı idi. Həmin bu Yaponiyanı da bax bu məsələlər, bu Çinin ərazi bütövlüyü məsələsidir. Bir də ki bu dəniz silahlarının da məhdudlaşdırılması məsələsi Yaponiyanı narazı saldı. Yəni istədiyini ala bilmədi müharibə. Ona görə Yaponiya İkinci Dünya müharibəsinə bu tərəfdən qoşuldu. Və ABŞ-yə qarşı artıq bisaçılıq siyasəti əsası qoyuldu bu Vaşinqton sistemindən. İndi təzminat məsələsi. Əslində qalsa, gəlin belə bir şey bənzətmə edirik. Baxın, elə bilir ki, Almaniya böyük bir tortdur. Tortu qoyublar ortaya, bölüşdürürlər. Fransa deyir ki, ən böyük dilim mənə düşməlidir. Çünki ən çox yəni təcavüzə məruz qalan Almaniya tərəfindən yəni torpaqları itirilən mən olmuşam. Təzminatı verməlidir. Özü bu dəqiqədə verməlidir. Qısa zamanda verməlidir. Almaniyanın isə o zaman yəni təzminatı ödəyə biləcək heç nəyi yox idi. Ona görə də Almaniya təzminatı verə bilmirdi. Gecikdirirdi təzminatı. Buna görə də Fransa Belçika ilə birlikdə 1923-cü ildə Rura hücum etdi. Rura işğal etdi. Düşünür ki, bu yollar o təzminatı almış ola biləcək. Amma bu da fayda vermir və 1924-cü ildə burada komissiya əslində qalsa ABŞ senatı Dawes planı qəbul. Charles Dawes onun soyadı ilə götürsə Dawes planı qəbul edilir. Bax burada nə deyir? Deyir ki, Almaniyaya istiqrazlar verək, Almaniyanı gücləndirək, ondan sonra ondan borc alaq da. Yəni indi biz nə qədər onun üstünə getsək də onun heç nəyi yoxdur axı verməyə. Ona görə də biz Almaniyanı inkişaf etdirək, sonra Almaniyadan, yəni inkişaf etdirək deyəndə o təzminatı verə biləcək müəyyən bir vəziyyətə gətirək, sonra ondan bu təzminatı tələb edək. Və bununla da ABŞ Almaniyaya borc verirdi və bu da yəni onun Almaniya artıq təzminatı qaytardı. Sonra Locarno konfransı 1925-ci ildə Locarnoda keçirilib, yəni İsveçrədədir bu. Burada da Almaniyanın Fransa və Belçika ilə sərhədlərinin toxunulmazlığına təminat verən bir pakt idi, müqavilə idi. 1925 Locarno konfransı, sərhəd məsələsi və Locarno deyəndə sərhəd yadınıza düşdüm. Bu pakt Avropada yeni yəni sülh dövrünün başlanğıcını qoymuş oldu. Sonra 1926-cı ildə Almaniya özü Millətlər Cəmiyyətinə qoşuldu. Bu da əməkdaşlığı inkişaf etdirir. 1928-ci ildə isə Briand-Kellogg paktı imzalanır. Buna digər dövlətlər də qoşulur. Məsələn, SSR 1929-da qoşulmuşdu buna. Və bu da əməkdaşlığın ərazisini, coğrafiyasını daha da genişləndirmiş oldu. İzahımız bu qədər. Sağ olun.